Hörmətli Sultan, var bir akademik klasik musiqisi, o bəstəkarlardan söhbət etməyə. Onun içərisində mən deyərdim Qara Qarayevdir, Shostakovichdir, müasir bəstəkarı, müasir musiqisi, belə deyək. Bir də var, təbii ki, həmin bəstəkarlar Qara Qarayev yazılmış 7 gözəl. Məsələn, İldırımlı Yollar və onun ilk yazdığı əsərlər bu qəbul edilən bir əsərlərdir. Bir də var müasir əsərlər. Yəni orada çox gərgin, çox çətin bir musiqi çalınır. Yəni o insan hazırlı olmalıdır o musiqini qulaq salsa. Niyə üçün? Onun üçün ki, sən əvvəlini bilməyə birdən o musiqini qulaq salsan, musiqidə bir ifadə var, kakafoniya deyirlər. Yəni səsin bir-birinə üstəliyi və xaos yaranır. Təbii ki, müasir klasik musiqinə biz nəzər eləsək, biz görərik ki, çox çətin qəbul edilən bir musiqidir. Amma bu rəssamlıqda da var. Görürsən ki, bir cizgi var Picasso'nun. Onu milyonlarla dollarda deyirsən, o cizgini mən də çəkə bilərəm, amma bunu Picasso çəkib. Dediyim odur ki, bunu təbii ki, rəssamlığın bilməlisən ki, sən o cizgiyə baxıb və onu doğrudan da biləsən ki, doğrudan da bu çox gözəl bir əsərdir. Təbii ki, söhbət gedir bizim musiqidən, bugünkü musiqidən. Mən deyərdim ki, gündəlik musiqidən. Bu, böyük bir mövzudur. Biz nəzər çatsaq, biz dönsək 70-ci ilin musiqinə olarsak, o bəstəkarların, Cahangir, Tofiq Quliyevin, digər bəstəkarların və bugünkü müasir deyilən bir musiqi olur. O böyük bir orada bilirsiniz, o musiqi başqa idi, bu musiqi var. Mən bir şey başa düşmürəm. O da Azərbaycan musiqi, bu da Azərbaycan. Müasir Azərbaycan musiqi mən deyərdim Türk musiqi. Büyükləri istiqamət çox ayrı tərəfədir. Mən fikirləşirəm ki, Üzeyir Hacıbəyli bizə, mənim babam və Azərbaycan musiqinin banisi bu yolu qoymuşdu bizə. Büyükləri istiqamət ayrı yerədir. Və mən onu ürək ağrısı ilə qulaq asıram, baxıram bu işə. Onun üçün ki, bilirsiniz, musiqidən uzaq adamlar gəldilər və musiqini dəyişdirdilər. Və büyükləri musiqidən danışanda mən Türk musiqiçilərlə görüşəndə deyirlər ki, hocam, bu bizim şarkılarımıza bənzəyir. Mən istəməzdim ki, Azərbaycan musiqi hansı musiqiyə bənzəsin. Bizim musiqimiz, bizim sözümüz, bizim dilimiz, bizim adət-ənənəmiz bizimki olmalıdır. Sağ olun. Hörmətli Nicat, ümumiyyətlə Evrovideniya, bütün yazılan mahnılar çoxsu dünya miqyasında İsveçdən gəlir. Bu, mən bilmişəm və mənə danışıblar bunu. Təbii ki, mən çox istəyərdim ki, Azərbaycan bəstəkarları yazsınlar, sözləri də Azərbaycan bəstəkarları yazsın, sonra təbii ki, ingilis dilinə çevirmək. Amma bu günləri mən bilirsiniz, belə bir hissli adamam ki, mən tək ki, bizimkilər birinci yer tutsunlar. Tək ki, bizimkilər səs salsınlar. Bu günləri biz 6-cı dəfədə siz bilirsiniz ki, Fərid Məmmədov bu illəri bizi təmsil edəcək və mənə elə gəlir ki, mahnı doğruludur. Amma mən inanıram ki, təbii ki, yerəllərdə Azərbaycan bəstəkarı mən ya digərləri kimsə yazacaq. Və çox gözəl bu fikirdir, mən sizi alqışlayıram və təbii ki, bir Azərbaycanlı olaraq mən də tərəfdarıyam. Allah qoysa yerəllərdə bizim musiqilərimizə səslənəcək. Bu günləri deyəndə ki, kompüter zamanıdır, bu günləri hər şey yeniləşir, hər şey təzələşir. Amma mən bir dənə şey demək istəyirəm. Həmişə olduğu kimi təbii ki, kitab olacaq. Nə qədər internetdən kitab oxuyacaqlar, nə qədər məsələn CD-lərə, məsələn hansısa kompüterlə musiqi, təbii ki, hər şey insan yaradır. Və təbii ki, mən çox istəyərdim ki, bizim müasir oğlanlarımız, qızlarımız
bilikləri böyük olsun. Ümumiyyətlə dünya ilə bir ürəyə dönüşsünlər və mən çox istəyərdim ki, bizim cavanlarımız daha da savadlı olsunlar. Böyükləri siz bilirsiniz dünyada hansı cərəyanlar gedir. Məsələn, mən xaricdə işləyəndə 96-dan 2002 kimi mən görürdüm ki, o vaxtlar nə var idi, bu günləri Azərbaycanda bu hələm yoxdur. Məsələn, mən bir misal deyim sizə. İmtahanlar verəndə kağız deyilən bir şey yox idi. Hamısı hələm o illərdə 98-ci ildə kompüterə yazılırdı və bütün o qiymətlər düşürdü dekanın qabağına. Yəni kağız yox idi. Bizim əlimizdə kağız yox idi. Siz baxınız, 96-cı ildən gedir. Deməli, hər otaqda kompüter. Yəni dediyim odur ki, mən istəyirəm ki, Avropa ilə ayaqlaşma olaraq büyünər bizim cavanlarımız istiqaməti və dünya görüşü olsun. Amma ona bir söz deyim sizə ki, xanım, mən Azərbaycanı və Azərbaycanlıları o qədər sevirəm ki, bizim öz mədəniyyətimiz, bizim öz adət-ənənəmiz, bizim gözəl sözlərimiz mən ən yüksək sayıram. Və təbii ki, dünya ilə bir ayaqlaşmaq lazımdır. Hörmətli Orxan, mən bir xoşbaxt adamım ona görə ki, mən Asiya Zeynallı bir piyanist kimi bitirmişəm. Və o elə bir baza idi. Bu günləri mən hər bir piyanist kimi oturub çala bilərəm və hərdən bir özümlə fikirləşirəm. Bu qarmoniyanı, bu hansısa ifadəni piyanada mən niçin 25 il, 20 il bundan qala götürə bilməzdim? Axı bu çox yaxın idim mən buna. Deməli, bu illər yaşamalı idim ki, mən bu qarmoniyanı, bu melodiyanı... Məsələ ondadır ki, musiqidə müdriklik var. Musiqidə müdriklik var və o müdriklik təbii ki, illərlə gəlir insana. Təbii ki, büyünə piyano çalanda mən tələsmirəm. Tələsməyə, yəni texnika deyirəm ki, texnika usulu lazımdır mütləq. Amma büyünə daha da fəlsəfə çoxdur musiqidə, daha da sevgi çoxdur musiqidə, daha da insan düşüncə çoxdur. Düşüncə olan yerdə musiqidə təbii ki, musiqi gözəl olur. İnsan nə qədər çox bildi, təbii ki, o musiqi gözəl olur. İnsan ki, onun dünya görünüşü, ümumiyyətlə, savad məsələsində bir problem olur, o musiqi də təbii ki, o səviyyədə olur. Suala görə təşəkkür edirəm. Hörmətli Zəlixa, biz qabaqlar Beatles basırdıq, Beatles qrupusuna. Məsələ ondadır ki, onlar bir hüsyançı idilər, 4 oğlan, cavan oğlan. Mən onlardan yaşda balaca idim. Onlar bir hüsyan elədilər musiqidə. O vaxtlar mən təbii ki, bütün o Bakı biz cazla yaşayırdıq və caz çalırdıq. Və təbii ki, bizim başımızda məsələn Peterson keçirdi, o vaxtı zənci piyançı, Amerika piyançı. Ahmet Cemal keçirdi, Bill Evans keçirdi, Vayfa qulaq asırdıq, mən də çalırdım, hamımız çalırdıq, bütün Bakı çalırdı piyano. Hər bir evdə piyano var idi. Və biz bu meyarlarla yaşayırdıq. Təbii ki, Beatles'ın musiqi sadalarının altında. Frank Sinatra qulaq asardıq, digər oxuyanlara qulaq asardıq. Təbii ki, bizim gözəl Rəşid Beybrumuz'a qulaq asardıq. Və doğrudan da musiqidən böyük zövq alardıq. Onun üçün ki, Azərbaycan musiqidə Tofiq Quliyevin gözəl mahnıları, gözəl melodiyaları üstün olardı. Bugünkü kimi yox. Və o musiqi sadalarında hər səhər duranda Özgür Hacıbəylinin biz himninə qulaq asardıq. Bax, o musiqinin, deməli, o musiqidə biz böyüyə-böyüyə mən bu yaşa çatdım. Təbii ki, mən indi saysam mən nə qədər yazmışam və nə qədər piyano çalmışam və hansı əsərlərim var, bu demək mümkündür, o qədər çoxdur. Məndə öyle bir çamadan var, ağzına kimi notla doludur. Amma onu demək istəyərəm ki, mən
2004-cü ildə bir sifariş aldım, kino sifarişi. Orada vətəndən bir deməli kadr var idi. Mənə rejissor dedi ki, 5 dəqiqəlik vətən musiqisi çalmaq lazımdır, yazmaq lazımdır. Mən yazdım Vətən Balladısı. Təbii ki, mən onu ağlaya-ağlaya yazdım. Mənim gözlərim dolmuşdu və mən vətənimi çox sevirəm. Mən o qədər sevirəm vətəni. Xaricdə hər şeyi tulladım, gəldim mənim vətənim. Onun üçün ki, hər insan vətəni sevir. Kim az, kim çox. Amma mənim üçün doğrudan vətən böyük bir aləmdir. Mənim həyatımda vətəndir, anamdır, balamdır və ilaxır. Təbii ki, Vətən Balladısı deyərdim. Təbii ki, orada fortepian əsərlərim var. Təbii ki, orada mahnılarım var. Mən indi sadalamaq istəmirəm, amma deyirəm ki, hər bir mahnı insana əzizdir. Mənə əzizdir. Təbii ki, məndə mahnılar var ki, 18 ildə o mahnılar mənimdədir. Mən onları vermirəm. O mənimlə bir bəkəmdə elə mənimlə gedəcək mahnılar. Onun üçün ki, mənə çox əzizdir. Başa düşürsünüz. Mən istəmirəm oxusunlar. Mənə bu yaxında çox sifarişlər gəlirlər ki, musiqi kollecinə, konservatoriya notları vermək. Mən vermirəm. Ona görə yox ki, mən istəmirəm kimsə çalsın. Onun üçün ki, kimsə mənim kimi hissiyat o duyğularla çala bilməyəcək. Onun üçün ki, bəstəkar təbii ki, ifa edən bəstəkar öz musiqini daha adamını yaxşı ifa eləyir və daha da duyğulu olur. Mən istəmirəm ki, o insanlar, qulaq asan insanlar bunu ayrı cürə eşitsinlər və ayrı cürə deməli bunu başa düşsünlər. Sualınıza görə çox sağ olasın. Həyat çox mürəkkəbdir. İnsan yaşayanda o pis günlər niyəsə daha da çox olur. Yaxşı günlər az olur. Yada düşəndə həmişə xatırlayırsan nəsə çətin günləri. Yaxşı günlər insan xatırlamır. Təbii ki, insan yaxın insanı itirəndə o böyük bir dərddir. Bir var ki, az yaşında itirəsən, bir var ki, insan yaşad olduqda yaxın insanını itirir. Bu, bilirsiniz nə ilə mən deyərdim, elə bir sağ əlimi itirdin, sol ayağı itirdin ya da hansısa bir yaxın bir sənin yanında olan, sənin bədəndə olan neysə sən bitirdin. Təbii ki, söhbət anadan gedəcək, təbii ki, söhbət yaxın dostdan gedəcək. İnsan yaşad olduqca onun təbii ki, dostları, yaxınları gedir. Bu bir Allah payıdır və onu, o insanları, o yaxın adamları insan hər gün zəng eləməlidir. Ananı ümumiyyətlə hər gün öpməlidir. Onun üçün ki, bana üçün də bu böyük hədiyyədir. Sənin üçün də bir gözəl bir bəxşdir ki, sən ananı qucaqlayırsan. Bax belə. Suala görə sağ ol. Hörmətli Rəvan, bir gün bir siyasətçidən soruşublar ki, sizin nazirləriniz çox ağıllı, çox xəsiyyətli, deyək ki, sərt xəsiyyətli adamlar. Deyirlər, o qayətdə deyir ki, onlarla işləmək çətindir, amma soruşmaq yüngüldür. Tələb etmək yüngüldür. Dediyim odur ki, təbii ki, mən Rəşid Beyitovla işləmişəm. Çətin duyğudur onu işləmək. Hərdən bir deyirdi, burada nəsə düzəliş lazımdır, hərdən bir sərt sözlər deyirdi. Amma sonunda nəsə gözəl bir şey yaranırdı. Dediyim odur ki, həyatda yüngül bir şey yoxdur. Yüngül həyatda odur ki, uzanıb yataqda heç bir şey eləməyəyə, ağzında buterbrod yeyəsən və uzanıb heç bir şeydən fikirləşməyəsən. Amma sənət belə bir şeydir ki, o sənət ancaq acılıdır, ancaq çətindir, ancaq məsuliyyət tələb edən bir şey, sənətdir. Suala görə çox sağ ol. Hörmətli Elnur, insan səhv eləməsə deməli yaşamır.
Bunu Bəxtiyar Vahabzadə deyir ki, şammağın yanmağı onu yaşamaqdadır. İnsan ki, səhv eləmirsə, təbii ki, o həyat ola bilməz. Amma baxır hansı səhv. Kiminsə cibinə girib, hansısa qadını təhqir eləyib, ya anaya bir sərt cavab verib, ya uşağı vurub, bu doğrudan da bunu eləmək olmaz. Bu böyük bir bəladır, bu böyük bir günahdır. Amma qalan şeylər nə varsa, bilmirəm. Vaxtında gəlməmək, bəlkə qıza bir sağ ol deyib və ondan ayrılanda, bu səhvdir, bu həyatdır. Həyatın öz qanunları var, sərt qanunları var. Sənə də hərdən bir sağ ol deyirlər, həmişəlik, sən də. Ümumiyyətlə, həyat salam sağ oldan ibarətdir. Kiminləsə salamlaşırsan, kimisə sağollaşırsan. Və mən fikirləşəndə deyirəm ki, o yaxın adamları mən daha da çox gözəl bir sözlər deyərdim. Bax, budur. Sağ olun, görüş olsun. Məsələ ondadır ki, hörmətli Vasif, sevgi gözəl bir hissdir. Və ümumiyyətlə sevgidən danışanda, sevən insanla danışanda, insan özü də başlayır sevməyə. O insan ki, o xanım ki, mənə desə ki, mən sizi sevirəm, siz mənə nə elərsiniz? Təbii ki, mən heyran qalıb yanaram. Və ona çox böyük hörmətim daha da yüksələr və ümumiyyətlə sevən insan, o musiqili insandır, sevən insan o xoş insandır, sevən insan o musiqili insandır, sevən insan ümumiyyətlə çox gözəl və müsbət bir insandır. Məsələ ondadır ki, hörmətli Orxan, peşəkar bəstəkar, peşəkar rəssam, rejissor hər gün nəyisə üzərində işləyir. Mən bir ay bundan qabaq Bəstəkarlar İttifaqında 1 saatlıq konsert verdim. Tək. Demək olar, Royalda, Stanway Royal və həmkarlar yığışmışdı, musiqişünaslar və bəstəkarlar və təbii ki, qonaqlar. Çox məsuliyyətli bir iş idi. Mən ay yarım gündə, demək olar ki, 2 saat çalırdım, onun üçün ki, yenə də deyirəm, təkrar edirəm, bu məsuliyyətli bir işdir. Və bu yaxında mənə elə gəlir ki, gələn həftə bunu ictimai televiziyada yayınlasınacaq. Onun üçün ki, çəkdilər və bu günləri montaj gedir ki, bunu bu konsert səviyyəsinə salsınlar. Dediyim odur ki, mən sizə desəm bilmirəm, siz inanmazsınız, ya inanmazsınız. Yaradıcı insanın beyni 24 saat gündə işləyir. Hətta yuxuda da işləyir. Niyə üçün? Səhər duranda fikirləşirsən, telefonu yandırırsan, mən bunu söndürmüşüm, bu saatları nətər gedir. Yaradıcı insanın beyni də belə işləyir. Onun üçün ki, yaradıcı insan həmişə nəyisə üzərində dayanmalıdır. Yaradıcı insan kiməsə baxanda, nəyisə baxanda o için musiqini fikirləşir. Rəssam təbii ki, tablodan fikirləşir, rənglər fikirləşir. Rejissor hansısa teatr səhnəsini fikirləşir. Onun üçün ki, bu mənim həyatımdır, bu sizin həyatınızdır. Hər adam öz sənətinə görə həyatı görür və mənə elə gəlir ki, və mən arzu eləyərdim ki, o rənglər çox gözəl olsun. Belə. Sağ ol, sualıma görə. Mənim arzularım sizə də, öz yaxınlarıma da eynidir. İrəlilərdə böyük işlərə siz imza atasınız və işiniz çox müsbət keçsin və yaxşı pul qazanasınız. Ondan savayı da təbii ki, sizin bu elədiyiniz iş kütlə tərəfdən sevilsin. Və mənim arzum budur. Və yenə də deyirəm, insan arzularla yaşayır və sizin qəlbinizdə olan arzuları mən çox istəyərdim ki, onlar hamısı gəlsin, olsun və sizin valideynlərinizə, sizin birilərinizə mən can sağlığı arzu edirəm. Bax belə.